Herkese salam. Birlikte Öğrenek kanalına hoş gelmişsiniz. Bugün sizlerle beraber biyoloji 8. sınıf sayfa 65'te verilmiş tapşırıklara nəzər yetirəcəyik. Deməli, insanın qan dövranı. Öyrəndiklərinizi yoxlayın. Qan damarlarının quruluşu ilə onların funksiyaları arasında nə kimi əlaqə vardır? Deməli, uşaqlar əlbəttə ki, daha sürətli qan gedən damarlar var, bir də daha yavaş qan gedən damarlar var. Baxın, belə yazırsınız. Daha sürətli qan gedən damarların divarı daha qalın olur. Keçək ikinci suala. İnsanlar qan ürəyin sol mədəciyi, sağ mədəciyindən sol qulaqçığına çatana kimi hansı damarlardan keçir? Deməli, ağciyər kapilyaları, ağciyər venaları. Yəni damar soruşur deyə bunlar. Yoxsa ağciyər kötüyü falan da var, amma biz onlara yazmırıq. 3. İnsanda yuxarı boş vena ilə ürəyə daxil olan qan ürəkdən bilavasitə hansı damarla çıxır? Bu ən böyük damarımız olan aorta damarıdır. Hələ elə də yazırsınız aorta damarı. 3. Limfa dövranının qan dövranından fərqli cəhətləri nədir? Məncə 2-3 dənə yazsaq kifayət edər. Bu da ki, limfa rəngsizdir, limfada eristotit yoxdur, qan dövranı isə rənglidir. 5. Verilmiş hansı damarlar insanın böyük qan dövranına aiddir? Uşaqlar, ümumiyyətlə bunu unutmayın ki, harada ağciyər sözünü gördünüzsə, bu gedir kiçik qan dövranına. Baxın, burada ağciyər venası, ağciyər kötüyü, lap ağciyər kapilyaları olsaydı, bunlar hamısı kiçik qan dövranındadır. Aorta böyük qan dövranındadır. Zaten bunu dedik ikinci sualda. Və aşağı boş vena, bu da böyük qan dövranına gedir. Başa düşmədiyiniz hissdən soruşmağı unutmayın. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.